Mən aidiləri verilmiş məhsulların müxtəlif aylar üzrə satışından qazanılan dəyərə malik iş vərəqində işləyirəm. Burada may, iyun, iyul, avqust və sentyabr ayları üçün qazanılan pulların miqdarı qeyd olunmuşdur. Bu qiymətləri real olaraq təsvir etmək üçün onları böyük bir diaqrama yerləşdirirəm. Bunun üçün bütün cədvəli seçdikdən sonra əlavə et vərəqindən diaqramlar qrupundan hər hansı bir diaqramı seçirəm ki, bu dərsimizdə də sizə əvvəlcədən məlumat vermişdik. Gördüyünüz kimi mənzərə xoşgəlimli olsa da hər bir diaqram üçün qiymətin artırıb azaldılmasını başa düşmək, anlamaq biraz çətinlik törədir. Və Excel-də başqa bir variant da vardır ki, bu Sparkline adlanır, hansı ki bizə hər bir aidi üçün yeganə xanadan müəyyən bir diaqram yaradır. Bu diaqramı silirəm, çünki başa düşülməsi və izahatı çətindir. Daha sonra sizə əlavə et vərəqindən Sparkline-ın necə əlavə edilməsini göstərəcəm. Sparkline-lar yanma xətləri qrupunda yerləşir və 3 növü vardır. Xətt, sütun və qalibiyyət itki Sparkline-ları. Xətti Sparkline buraya bir xətti diaqram əlavə edir hər bir xana üçün. Sütun Sparkline bir xanaya sütunu diaqram əlavə edir. Qalibiyyət itki Sparkline isə bir xanaya uduş itki diaqramı əlavə edir. İndi isə sizə hər bir qiymət artımı üçün Sparkline-lar necə yaradılmasını göstərim. Bunun üçün tələb olunan qiymətləri seçdikdən sonra bu Sparkline-lardan birini seçmək lazımdır. Mən xətti Sparkline yaradacağıma görə xətti diaqramı klikləyirəm və daha sonra bizə Sparkline-ın harada yerləşəcəyini qeyd etmək tələb olunur. Və onu qeyd etdikdən sonra OK düyməsini basdıqda gördüyünüz kimi artıq mənim Sparkline-ım yaradılmış oldu. Bir ID üçün Sparkline yaratdıqdan sonra digər ID-lərə də uyğun olaraq kopyalaya bilərəm. Bunun üçün sağ küncdən tutub dartmaq kifayətdir və gördüyünüz kimi artıq hər bir ID üçün mənim Sparkline-ım görünmüş oldu. İndi isə sizə Sparkline üzərində görünüşünün dəyişdirilməsinin necə mümkün olmasını göstərəcəm. Əvvəlcə hər bir Sparkline-ın ölçüsünün dəyişdirilməsini göstərim. Bura klik etdikdən sonra Excel-də sətirlərin ölçüsünü artırmaqla biz Sparkline-ların artıb azaldılmasını daha dəqiq təsvir edə bilərik. Bundan başqa Sparkline-ın üzərinə klik etdikdə gördüyünüz kimi lentdə ayrı bir dizayn vərəqi də yaradılmış olur ki, bu vərəqdə də Sparkline-ın görünüşünün dəyişdirilmə üsulları göstərilmişdir. Biz Sparkline-lara müxtəlif nöqtələr qoya bilərik ki, bunlar yüksək nöqtə, aşağı nöqtə, mənfi nöqtələr, ilk nöqtə, son nöqtə və markerlərdir. Yüksək nöqtəyə klik etdikdə Sparkline-ın ən yüksək nöqtəsini bizə göstərir. Gördüyünüz kimi hər bir Sparkline üçün artıq həmin nöqtə qeyd olunmuş oldu. İlk nöqtəyə klik etdikdə ilk nöqtəni və son nöqtə aşağı nöqtəni göstərir. Markerlər isə hər bir Sparkline-ın uç nöqtələrini qeyd edir ki, gördüyünüz kimi bunların hamısına klik etməklə biz Sparkline-ımızı daha dəqiq təsvir etmiş oluruq. Sparkline-ın üslubunu dəyişmək üçün burada üslub qrupunda digər seçimlə gedirik və burada müxtəlif üslublar görürük ki, məsələn, mən birinə klik etməklə artıq Sparkline-ın üslubunu da dəyişmiş oluram. İndi isə sizə Sparkline-ın tipinin dəyişdirilməsini göstərim. Mən Sparkline-ı seçdikdə xətti Sparkline seçmişdim ki, bunun tipini dəyişmək üçün sadəcə o sütun Sparkline-ına klik etməyimiz kifayətdir. Və sütun Sparkline-ı seçdikdən sonra gördüyünüz kimi bizim qiymətlərimizin artıb azalması artıq sütunlar üzrə qeyd olunmuş olur. Hər bir ay üçün qiymətlərin yüksək və aşağı olunması sütunlarda qeyd olunur. Qalibiyyət itki Sparkline isə bizə hər ay ərzində yuxarı və aşağı dəyərlərə göstərir ki, bu Sparkline növündən də çox istifadə olunmur. Yenidən sütun Sparkline-a qayıtdıqdan sonra artıq gördüyünüz kimi burada hər bir Sparkline üçün maksimum və minimum qiymətlər eyni dərəcədə qeyd olunmuşdur ki,
Yəni ki, əgər bir ayda üzrə məhsulun ən yüksək qiyməti 94.000 dollardırsa, digər ayda üzrə maksimum qiymət 84.000 dollardırsa, bunlar arasında göstərilən sparkline'ların heç bir fərqi yoxdur. Mən bunu dəyişmək üçün hər hansı bir sparkline üzərinə klik etdikdən sonra qrupundan ox seçimini seçməklə şagird oxunun minimum dəyər seçimlərindən bütün yanma nöqtələri üçün eyni və yenidən həmin yerə klik etməklə şagird oxun maksimum dəyər seçimindən bütün xətlərin eyni seçimlərini seçməklə sparkline'ların maksimum və minimum göstəricilərini fərqləşdirmiş oldum. Və gördüyünüz kimi burada sparkline'ın maksimum qiyməti fərqlidir və bu sparkline-da isə fərqli qiymət göstərilmişdir. Bu dərsimizdə sizə sparkline-ın necə yaradılması və onlar üzərində dəyişikliklərin necə edilməsi üsullarını başa saldım.